Allo bir 5 otaqlı evimiz satışa çıxın. Mərkəzdə Masazır qəsəbəsində mərkəzli 3 mərtəbələr adlanan ərazidə 5 otaqdan ibarətdir. Dəhliz sistemi, mətbəx, sanuzel istipoldur. Giriş qapısı budur. Evin çöl görünüşünü sonunda sizə göstərəcəm. Baxın, evin zal hissəsi buradır. Televizyon sistemli, çox həqiqətən parlaq təmir olunub. İnsanın ürəyini açır. Təmir tikintişlərdə bütün illər normativlərə riayət olunaraq inşa olunub. Bahalı üsturlardan istifadə olunub. Buradan mətbəx sahəsini göstərir. Mətbəxdən arxa tərəflə divarla 2 metrlik məsafə var. Paltar asmaq üçün və s. o hissələrdə istifadə edə biləcəksiniz. Arxa tərəf yəni keçid qoyulub, qapıdan görürsünüz. Bura mətbəx sahəsi, bura ilk mərtəbənin yataq otağı. Vaxtınızı çoxalmamaq üçün dəyərli dostlar, lazım məlumatlar nəzərinizə çatdırın. Digər məlumatlar isə artıq yerindəcə baxanda lazım olacaq. Bura deməli İlk mərtəbənin sanuzel duş kabini üçün yer ayrılıb. Bura ilk mərtəbənin kollektor sistemi burada yığılıb. İnternetinə kimi çəkilib. Gəlin evin çöl görünüşünə baxaq. Keçək ikinci mərtəbə ilə tanış edeyim daha sonra sizi. Qaytanı sahə bu qaydadadır. Masazır qəsəbəsində Qurtuluş 2 adlanan kompleksdə. Yəni Qurtuluş 93 soldadır. O bir, bu isə Qurtuluş 93 adlanır. Sabah futbol klubunun stadionunun, Bank Respublika stadionunun yanındadır. Daha doğrusu bu ərazidədir. 3 mərtəbələr binaların arxa tərəfidir. Əytyanı sahəni gördüyünüz evin fasadı qabançıq daşlarla üzlənib. Gəlin indi üst mərtəbə ilə mən sizi tanış edeyim. Pilləkən nə kimi betonla yığılıb. Yuxarıda isə yerləşir 3 yataq otağı və sanuzel. Buradan eyvanı göstərim sizə. Baxın dəyərli dostlar, binalar budur. Ərazi tam yaşayışlı ala bir ərazidir. Qazın suyun işığın fasiləsiz olduğu, mərkəz kanalizasiyonu fəaliyyət göstərdiyi ala bir ərazidir. Evin sənədi Qupçadı, ev və torpaq Qupçalıdır dəyərli dostlar. Yaxınlığında 5 nömrəli məktəb, bütün bağça, məktəb, yaşa obyektləri, böyük marketlər və s. hər biri yerləşməkdədir. Tam arxan şəkildə bu ərazidə gəlib rahatlıqla ev alıb köçüb yaşaya bilərsiniz. Bu növbəti yataq otağı. Bütün yataq otaqlarında televizyonun və kondisioner xətti çəkilib. Bu isə ümumilikdə 5-ci otaq. Evin dəyəri 145 min manat müəyyənləşdirilib. Alıcılara endirim olunacaq dəyərli dostlar. Və ikinci mərtəbənin sanitar qovşağı bura içində duş kabini nəzərdə tutulub və əlavə yer qoyulub. Evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.